Sən nənəm. Ha? Deyirəm, uşağı məktəbdən götürə biləcəksən. Ha, götürərəm. Güya nə işin var ki? Demişdin, işlə bağlı çağırıblar, ona görə soruşdum. Gedə bilmirsənsə bir şey fikirləşərəm. Yox, götürərəm. Heç inanmıram bu işdən də nəsə çıxsın. Sənədləri verəndə adamla elə danışırlar ki, elə bil dilənməyə gəlmişəm. Fikir vermə. Düzələr. Nə vaxt Elə bir kiminsə qarıqşı tutub məni. Əlimi haratıram. Ya bir problem çıxır, ya bir-iki ay işləyirəm, iş dayanır. Hamı adamın üzündən gülür, söz verir, arxayın eləyir. Amma yenə ortada heç nə yoxdur. Uşaq da böyüyür, xərclər çoxalır. Darıxdırma özünü. Düzələr. Şükür işdə məndə vəziyyət hələ ki yaxşıdır. İkinci növbəyə də qalıram. Yorulursan axı. Neynəmək olar? Maaşı 2 qatdır. Əsas o da evin pulunu vaxtında ödəyə bilirik. Qızım, sən get çantanı götür, gedək. Yaxşı? Yaxşı. Ağıllı qızım. Sənə pul verim. Yox, sağ ol. Dünənkindən qalıb. Yaxşı. Mən gedim. Dünən getdin ha burada. Gərək saxlayardım. Belə vəziyyətdə ikinci uşağı necə saxlayaq? Mən getdim. Kızım, gel atayla görüş, gedək. Sağ ol ata, özünə yaxşı bax. Canım, sən də özünə yaxşı bax.